Salam əziz dostlar, yeni videoya xoş gəldiniz. Əgər telefon almaq istəyirsinizsə, bu videonu mütləq axıra qədər baxın, çünki əminəm sürpriz olacaqsınız. Bugün çox güclü və çox gözəl telefon barədə danışarıq. Bəli, OnePlus 15. Bir güclü telefon ki, çox az onu tanıyırsınız. Bugün buradayım ki, birlikdə baxaq bu necə bir telefondur. OnePlus demək olar ki, Amerikada çox məşhurdur bu ad ilə. Avropada ya Azərbaycanda daha çox onun əsas şirkəti ki adı Oppo'dur məşhurdur. Yəni Oppo əsas şirkətdir. Bu demək olar ki, onların daha premium ya daha lüks məhsuludur ki, OnePlus kimi təqdim edirlər. Biraz qəribə özlərini təqdim edirlər. Deyirlər ki, biz ayrı şirkətdəyik, amma Oppo demək olar ki, əsas şirkətdir. Amma əvvəl-axırda eyni şeydirlər. Yəni Oppo hal-hazırda OnePlus istehsal edir və Oppo mağazalarında da onu göstərişdə qoyurlar, satışa qoyurlar. Və belə ki, biz deyə bilərik ki, onun əsas şirkəti Oppo'dur. Hal-hazırda Çində satışdadır. Hələ qlobal versiyası gəlmədi. Çox ehtimal ki, bir həftə 10 gün qlobal versiyası gəlir və ondan sonra da yəqin bir 1-2 ay sonra inşallah Azərbaycana da gələcək. Mən də ki, bilirsiniz, həmişə kimi hamıdan əvvəl sizin üçün bu telefonları təqdim edirəm ki, özünüzü hazır edin. Hələ inşallah o gələndə ala bilərsiniz, əgər ki, xoşunuz gəlsə. Başlayaq. Ekran 6.78'dir ki, demək olar çoxlu telefonlardan daha böyükdür. Hətta məncə iPhone 17 Pro Max-də 6.7'dir, amma bu 6.78'dir. Demək olar 6.8. Amma onu hiss eləmirsiniz əlinizdə, yəni sizi narahat eləmir və LTPO OLED onun modelidir, ekranın modeli 165 Hz. Və çox gözəl və keyfiyyəli bir ekrandır. Yəni onu yaxından gördüm. Videoda da görə bilərsiniz. Çox gözəldir, çox keyfiyyəlidir onun ekranı. Chipset, prosesor, CPU ya telefonun beyni ki, demək olar ən vacib hissədir. Snapdragon 8 Generation 5 Elite. Demək olar ki, dünyada ən güclü prosesor Android telefonlar üçün bu Snapdragon'dur və bir şey ki, bilməlisiniz, əgər bilmirsinizsə, Snapdragon bir brendi Intel kimi. Heç bir fərqi yoxdur, onu Samsung istifadə eləsin, yoxsa OnePlus istifadə eləsin. Yəni siz eyni keyfiyyəti ki, Samsungda məsələn görürsünüz, eyni keyfiyyəti bu telefonda da baxa bilərsiniz. Çünki istifadə edə bilərsiniz, yəni o həzzini ala bilərsiniz. Çünki şirkət eyni şirkətdir. O mal eyni maldır ki, hər ikisi istifadə edir. Ən güclü chipseti istifadə elədilər və onun memori də həm 12 yazıblar, həm 16, amma məncə qlobalda ancaq 16 GB RAM olacaq ki, o da həmişə bu demək olar ki, bu prosesorun ya CPU-nun dəstəyidir və bunlar birlikdə xeyli güclü olur. Ən ağır vəzifələr dizayn etmək istəsəz, video düzəltmək istəsəz, nə etmək istəsəz, oyun oynamaq istəsəz, nə etmək istəsəz, həddən artıq güclü bir telefondur. Mən o qədər təcrübə eləmədim ki, isti olsun, yəni o qədər başqa telefonlar kimi biraz istifadə edəndə isti olmadı və memorisi də çox güclüdür dedim. Onun yaddaşı da 256-dən başlayır, 512 və 1 TB. Bu brendə başqa brendlər kimi artıq 128 GB istehsal eləmir, yavaş-yavaş heç kim istifadə eləmir. Oje 256-dan gedirlər 1 TB, 2 TB. Ki o da normal bir şeydir, yaxşıdır. Kamera 50 megapikseldir. Fikirləşəm Xiaomi'də də eyni vəziyyətdir. 3 dənə 50 megapiksel 10 kamerada var. Biri main'dir, biri ultrawide'dir, biri də telefotodur. Hər üçü də 50 megapikseldir ki, çox yaxşıdır. Və selfie ya front kamerada 32 megapikseldir ki, bu da çox yaxşıdır. Videoda da baxa bilərsiniz, keyfiyyəti yaxşı və qəşəngdir. Bateriya möhtəşəmdir. Bateriya demək olar ki, hal-hazırda ən güclü bateriyadır. 7000
300 mAh'dır. Əgər çox oyun oynamasaz, normal şəkildə istifadə etmək istəsəz, 2 gündən çox qalacaq bu həcm bateriya və o zaryadka da 120 watt zaryadka yığır şnur ilə və 50 watt da şnursuz. Android 16 olacaq, onun global versiyası, amma Çində hal-hazırda Android deyil. Yəni əgər tanışınız varsa bilin ki, hələ ki Çindən sifariş verməyin, çünki Çində Android deyil. Çində başqa sistem ilə ColorOS 15 ilə işləyir. Və amma global versiyası Android 16 olacaq, çox ehtimal. Onun keyfiyyəti çox yaxşıdır. Mən hər şeyini çox bəyənmişəm. Rəngləri çox qəşəngdir. Bir şey ki biz onu body deyirik ki, onun arxası ya kavrusu. Keyfiyyəti çox yaxşıdır. Rənglər çox qəşəngdir və iz qalmır üstünə. Keyfiyyətli bir şeydir. Ümumiyyətlə çox möhtəşəm bir telefondur. Mən də ora gedəndə, telefona baxanda dizayn normal bir dizayn deyil. Çox qəribə ya belə bir deyirlər məsələn fərqli dizayn deyil, amma gözəl bir dizayndır. Amma güc cəhətdən harikadır. Yəni siz hətta iPhone 17-dən, hətta Samsung-dan da hal-hazırda bu informasiyalar ki göstərir daha güclüdür və daha sərfəlidir. Çünki qiymət çox fərqlidir. Məsələn, qiymət sizin üçün mən indi deyirəm. Qiymətlər hala bu Kitay qiymətidir. Ola bilər ki, global fərqli olsun. Amma bu qədər keyfiyyətli telefon cəmi $600 başlayır ki 16 GB RAM olsun və 250 GB da yaddaşı ki çox əladır. Bu $600'dır. 675 dollar 512 GB və $745 da 1 TB-dır ki bunlar da həddən çox yaxşı qiymətlərdir. Yəni bu imkanlar üçün bu möhtəşəm sistem ilə qiyməti çox yaxşıdır. Yəni bunu əgər məsələn iPhone sizə satmaq istəsə ya Samsung satmaq istəsə ki satır hal-hazırda qiyməti 2 qat ya hətta 3 qat daha çox olur. Amma OnePlus gəlir eyni keyfiyyət, eyni məhsulu daha yüngül qiymətlə sizin üçün təqdim edir. Ona görə əgər telefon almaq istəyirsinizsə 100% bu brend barədə də düşünün. Mən sizə məsləhət verirəm. Çox yaxşı telefondur. Əlbəttə ki biz deyə bilmirik ki iPhone pis bir brenddir, Samsung pis bir brenddir. Hala iPhone deyəndə yəni Apple bunlar xeyli güclüdürlər, xeyli yaxşıdırlar. Amma bu brendlərdə güclüdürlər, yaxşıdırlar. Əgər siz sırf o brendə fikir vermirsinizsə, eyni keyfiyyəti bu qiymət ilə, bu məhsullar ilə də təcrübə edə bilərsiniz. Fikrinizi mənim üçün yazın ki, çox dəyərlidir. Siz bu telefonu almaq istəyirsiniz, yoxsa yox, bəyəndiniz, yoxsa yox, gözləyirsiniz ki, gəlsin Azərbaycana, yoxsa yox. Siz olsaz bu qədər imkan ilə bu telefonu alırsınız, yoxsa gedirsiniz məsələn Samsung və iPhone alırsınız ki, eyni şey sizə verir, amma qiyməti 2-3 qat daha çoxdur. Mənim üçün sizin fikirləriniz çox dəyərlidir. Özünüzə yaxşı baxın, görüşərik inşallah.